Qanuni oğru Otar Bədəlov kimdir? Otar Bədəlov, Otar Marneulski ləqəbi ilə tanınan, dünyasını dəyişmiş mərhum Otar Rasimoğlu Bədəlovdur. O, 1973-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Uşaqlıqdan kriminal aləmə meyilli olan Otar Bədəlov bir çox ağır cinayətləri ilə tanınıb. Otar Marneulski dünyasını dəyişmiş, kriminal avtoritet Nadir Sərifovun, yəni Lotu Qulinin ən yaxın dostlarından biri olub. Elə Nadir Sərifova Quli ləqəbini də Otar qoyub. Quli sözü Gürcü dilində ürək deməkdir. Onlar axı ürək dostu olublar. Otar Bədəlov 2001-ci ildə bir neçə kriminal avtoritetin iştirakı ilə taclandırılıb. O, 21 mart 2003-cü ildə Moskvada killer tərəfindən güllələnərək qətlə yetirilib. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.